bekletilmiştir. Dikkatine reis muavini koşmaya olsun. Salam polis. Azerbaycan polisinin yaranması 170. yıl yolu vakfına Amerika'da tebrik edip bize uzun ömür can sağlığı. Hazır. Hazır. Bərdədə Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü ilə əlaqədar təntənəli bayram tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gülçiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Rayon Mədəniyyət Mərkəzində davam edən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib və Bərdə rayon polis şöbəsinin rəisi Ənvər Həsənov Daxili İşlər naziri Vilayət Eyvazovun şəxsi heyətə təbrik məktubunu oxumuş, polisin keçdiyi şərəfli yoldan bəhs edən məruzəsi dinlənilmişdir. Tədbirdə rayon polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik leytenant Nəbi Məmmədov Azərbaycan polisinin yaranması və şanlı tarixi barədə çıxış etmişdir. Daha sonra rayon icra hakimiyyəti başçısı Vidadi İsayev polis işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açmış, Azərbaycan polisinin həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət etdiyini vurğulamışdır. Mədəniyyət mərkəzində davam edən tədbirdə bir qrup polis əməkdaşı xidmətdə fərqləndiyinə görə rayon rəhbəri tərəfindən fəxri fərman və hədiyyələrlə təltif ediliblər. Sonra Bərdə rayon polis şöbəsinin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib, torpaq, bayraq və vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ruhunu dərin ehtiramla yad ediblər. Vüsal Rafiqoğlu, Rauf Qarabağlı, Vəfa Hüseynova, Aran TV Bərdə.